məsələlərin həlli üçün tərtibatçılarla, yəni developerlarla əməkdaşlıq eləmək nəzərdə tutulur. Bunların hər biri köy üzrə mütəxəssislərin məsuliyyətində olan işlərdir. Təbii ki, bu bunun bir qismidir və bundan yanaşı bir çox detallar mövcuddur. Amma diqqət çəkmək istədiyim nöqtələr nədir? Biz hər hansı bir başqa sahə olsun və yaxud da ki, köy sahəsində başlayıb bu aid üzrə başladığımız yerdən köy istiqamətində fəaliyyət göstərmək istəyiriksə, ilk növbədə öz məsuliyyətlərimizin fərqində olmalıyıq. Çünki köy məsuliyyətlərinin fərqində olmadan öz işini doğru şəkildə icra edə bilməyəcək. Səbəbi odur ki, bizim köy olaraq məsuliyyətimiz çox böyükdür. İstifadəçidən əvvəlki son baxış keçirdən peşə olaraq, rol olaraq deyim üçün, istifadəçi dediyim, yəni müştəridən əvvəl. Məsəl üçün deyirəm, hər hansı köydən başqa digər rollar olsa, məhsul sahibi olsun, biznes analitiki olsun, developer olsun, bunların hər biri düşünə bilər ki, nətər olsa məndən sonra bu işə bir də baxış keçirə biləcək adam var. Amma köy bilir ki, bu sonuncu baxış keçirən adamdır və istifadəçinin tələblərinə cavab verib-vermədiyini nə qədər aşkarda bildirsə, ondan sonra əgər onu görmədiyi nələrsə olsa, bu artıq müştəri tərəfindən aşkarlanmış olacaqdır. Amma bu nə səviyyədə olacaq, hansı risklərlə olacaq, onun hesablanmasını da özü fərqində olmalıdır. Bilməlidir ki, nə qədər risklidir. Çünki fərz edin ki, hansısa bir köçürmə əməliyyatı edir və yaxud da ki, ödəmə əməliyyatı edir. Amma 10 manatlıq ödəmə yerinə gedib 20 manatlıq oturur. Amma bunu biz görməmişiksə, buna müştəri həmişə bizim xeyrimizə məlumat verməyə bilər, öz xeyrinə o boşluğu tapıb davam elətdirə bilər və onun məsuliyyətinin özümüzdə olduğunu dərk edəndən sonra işə daha diqqətlə, daha məsuliyyətlə yanaşılır. Bunu vurğulamaqda məqsədim odur ki, insanlar bəzən köy sahəsində məsuliyyətini bilmədən, məsuliyyətlərini hesablaya bilmədən bu sahəyə keçid eləməyə çalışırlar. Amma bu məsuliyyətlərin ağırlığından, bu məsuliyyətlərin varlığından çox da məlumatlı olurlar. Bu məsuliyyətləri özündə görən, həqiqətən özünü məsuliyyətli bilən üçün ondan sonra yəni öz yoxladığı işləri nəticəsində istifadəçi icra edəcəyini bildiyi halda daha məsuliyyətli ifadə edən şəxslər bu sahədə uğur qazana bilir. Yox, məsuliyyət onun üçün ağır gəlirsə, çox dəridən enmək, yəni detallara diqqət eləmək falan, bu kimi şeylər xarakterinə uyğun deyilsə, demək ki, o öz məsuliyyətlərinin fərqində olmayacaq, olmadığı üçün də qüsurların gözdən qaçması normal olacaq və bu da keyfiyyətli olmayan bir işin ortaya qoyulmasına gətirib çıxacaqdır. Başlıca vurğulamaq istədiyim, üzərində durduğum məsuliyyətdir. Bütün texniki skilllardan öncə, bütün soft skillların başında duran işimizi formalaşdıran məsuliyyətdir. Məsuliyyəti kim ki özündə görür, ilk növbədə bu sahəyə keçid etmək üçün bir filosu var deməkdir. Yox, məsuliyyətlə bağlı problemləri olan adamlar təbii ki, keçib iş görə bilərlər, amma ya bir müddətdən sonra çox tez müddətdə yorulacaqlar, ya da o məsuliyyətsizliyin verdiyi qüsurlarla barışa bilməyib uzaqlaşacaqlar bu sahədən. Davam edək. Proqram təminatının hazırlanmasındakı keyfiyyət təminatının əhəmiyyətindən danışaq. Məhsulun etibarlılığını təmin edir.
Bu nə deməkdir? Bu o deməkdir ki, hər bir istifadəçi, başlıqda hamımız olmaqla, istifadə etdiyiniz application'un, istər web olsun, istər mobil olsun, fərqi yoxdur, desktop olsun, həmin application'un, yəni məhsulun keyfiyyətli olmağını istəyirik. Etibarlılığını o cür çünki tənzimləyirik. Fərz edin, hansısa bir onlayn platformada alış-veriş edirsiniz. Siz kartlarınızı Taştrendiyol olsun, Tempo olsun, çox arxain şəkildə orada kartlarınızı yadda saxlayıb çox ödənişlər edə bilirsinizsə, demək ki, siz o saytların etibarlılığına inamınız var da. Demək ki, düşünürsünüzsə ki, yəni istəyir şuur altı olsun, istəyir şuur üstü, düşünürsünüz ki, bunlar uğurlu şəkildə test olunubdur, sınaqdan çıxarılıbdır. Burada artıq kartlarımızı məsələn yadda saxlamağımızın heç bir problemi olmaz, təhlükəsizlik problemi yaşamaz. Ancaq sabah hansısa bir şaya yayılsa, ya belə həqiqətən də real bir xəbər paylaşılsa ki, məsələn, Trendfolun veya Temunun kartların yadda saxlanma fonksiyonallığı da problemlər yaşanıb, və yaxud da ki, o ümumiyyətlə test olunmayıb. Həmən, yəni hər kəs haqlı olaraq kartlarını oradan silməyə başlayacaq, ümumiyyətlə mümkünsə o saytlara istifadə etməməyə başlayacaq. Buna görə bu nöqteyi nəzərdən deyirik ki, məhsulun etibarlılığını təmin edir. Həqiqətən də etibarlılıq olmadığı halda sürətlə uzaqlaşmaq müşahidə olunur. Daha sürətli buraxılış dövrlərini asanlaşdırır. Bu nə deməkdir? Biz bayaq dedik ki, STL-sinin müəyyən başdan sona bütün dövrlərini əhatə edir. O dövrlərdə nə qədər erkən qüsur aşkar edə bilirsə, riskləri azalda bilirsə, o qədər marşrutun uzalığı olur. Yəni, əslində başlıca məqsədi də olur ki, biz qüsurları nə qədər erkən aşkar edə biliriksə, o qədər aradan qaldırmağımız daha sürətli olur. Fərz edin, keyfiyyət təminatının mütəxəssislərinin olmadığı bir məhsul icra edirlərsə, bu gəlib müştəridə problem çıxırsa, müştərinin bildirdiyi feedback əsasında onun aradan qaldırılması üçün yenidən planlama edilməli, onların bir daha test olunmağı, haralara təsir edəcəyini hesablamaq çox böyük bir vaxt itkisinə, maliyyə itkisinə səbəb ola bilər. Bu da buraxılış dövrlərini çətinləşdirə bilər. Ya əgər riskləri böyüksə, application'ı saxlayıb, aradan qaldırıb, sonra yenidən buraxılış edəcəklər. Ya daha çox hesablaya bilmədən yenidən buraxılış edəcəklər. Buna görə bu nüansları nəzərə alaraq qeyd edə bilərəm ki, daha sürətli buraxılış dövrlərini asanlaşdırmağı o deməkdir ki, biz riskləri, qüsurları nə qədər erkən aşkar edə biliriksə, o qədər vaxta və pula qənaət edirik. Buna görə də sürətli iş ortaya çıxır və buraxılış dövrlərini də asanlaşdırır. Problemlərin erkən müəyyən edilməsi də elə daha bundan əvvəl qeyd edədiyim kimi, yəni buraxılış dövrlərindəki asanlaşdırmada problemlərin erkən müəyyən edilməsi böyük rol oynayır. Uyğunluq və standartları dəstəkləyir. Artıq oturmuş bir sistem meydana gəlir. Qüsurların tapılması, onların bildirilməsi, hansı şəkildə həll edilməsi bu bir standart meydana gətirir, xaosun qarşısını alır, belə deyim. Komandada əməkdaşlığını gücləndirmək. Biz komandanın bir parçasına çevrildiyimiz üçün artıq tələbləri gətirən sifarişçi ilə, icra edən developerlarından, analitiklərdən və digər komanda üzvləri ilə sıx əməkdaşlıq edilir. Əməkdaşlıq edilməsi nə deməkdir? Kommunikasiya hər zaman vacibdir. Kommunikasiya olmadan doğru məhsulun əmələ gəlməsi o qədər də gözlənilən deyil. Çünki hər kəs insandır, yəni
hər kəs insanda və insan olduğu üçün qüsurlarla məşhurdur, səhv eləməklə. Yəni, keyfiyyət təminatının da əslində ortaya atılmağı, meydana gəlməsində səbəb, yəni insanın səhv eləyə bilmə ehtimalı dayanır. Bu insan ən başdakı da səhv eləyə bilər, ən axırdakı da səhv eləyə bilər. Ancaq ən başdakının elədiyi səhv, ondan sonra eləyəcək səhvləri daha böyüdə gedə bilər və nəticədə məhsul tamamilə fərqli bir şey ola bilər. Bu fərqin aradan qaldırılması üçün ümumiyyətlə çıxan problemin doğru şəkildə aradan qaldırılmasını təmin etmək üçün developerlarla uyğun bir ünsiyyətin tapılması, bunların hamısı komanda əməkdaşlığını gücləndirəcək və daha erkən yəni buraxılış dövrlərinə gətirib çıxartacaq. Keyfiyyət təminatının yol xəritəsinə ümumi bir baxış keçirdək. Birinci keyfiyyət təminatının əsaslarından danışdıq ki, demək ki, nə olmalıdır? Bizim həm soft, həm texniki olaraq müəyyən bir skilllarımız olmalıdır, yəni ki, keyfiyyətlərimiz olmalıdır. Həm texniki bacarıqlara, həm yumuşaq bacarıqlara sahib olunmağa ehtiyac var. Demək olar, bunları faiz nisbəti ilə çox demək mümkün deyil, amma şəxsi təcrübəmdən belə götürə bilərəm ki, heç də bir-birindən geri qalmır. Yəni, sən yumuşaq bacarıqlarını geridə qoyub, texniki bacarıqlarını qabartmaqla da bu sahədə çox qala bilmirsən. Yumuşaq bacarıqları dediyimiz kriteriyalara uyğun şəkildə olub, amma texniki zəiflik yaşadığın anda da böyük bir problemlərlə üzləşə bilərsən. Bunların paralel şəkildə aparılmasında çox böyük rol var. Amma yumuşaq bacarıqların göz ardı edildiyini, yəni xüsusən öz müşahidələrim əsasında yumuşaq bacarıqların göz ardı edildiyini nəzərə alaq, deyirəm ki, onların olması daha vacibdir. Yəni, məsələn, bir insan məsuliyyət sahibi deyilsə, səbir sahibi deyilsə, səbri niyə vurğulayıram? Çünki biz o məsuliyyətin verdiyi dəqiqliklə ola bilər ki, çoxlu eyni testləri aparmış ola bilərik. Məqsəd də ondan ibarətdir ki, yenə problem çıxar, yenə yoxlayarsan, yenə problem. Bunun nə qədər təkrarlanacağını o qüsurun aradan qalxması təmin edir. Qüsurun aradan qalxmadığı müddətcə sənin insan olaraq səbrini sınaya bilər, amma o səbrindən güzəştə verdiyin anda problemlərlə qarşılaşa bilirsən. Bu nöqteyi nəzərdən keyfiyyət təminatının əsaslarını göz önündə tutmaq lazımdır. Həm yumuşaq, həm texniki bacarıqları bir yerdə para bilmək adından. Əhəmiyyətini anlamaq çox önəmlidir. Bizim ilk şablon səslənsə də, yəni artıq bununla bağlı çoxlu şeylər görmüşük. Çünki kişi sadəcə bug tapmaq deyil, eyni zamanda riskləri azaltmaq, sorunları erkən aşkar eləmək, bu kimi şeyləri keyfiyyəti təmin eləmək bir növü. Biz yəni yanğını söndürməkdən çox bu yanğının qarşısını almaqla, o prosesi təmin eləməklə məşğuluq əslində. Necə eləyə bilərik ki, o yanğın çıxmasın. Çıxdığı anda da ən uyğun şəkildə necə aradan qaldıra bilərik. Bu zehniyyətdə olmaq lazımdır ki, işinizi doğru şəkildə yerinə yetirə biləsiniz. Keyfiyyət təminatında alətlər və texnologiyalar. Necə ki, yumuşaq bacarıqlardan danışdıq, onların vacibliyindən qeyd elədik. Bunun texniki bacarıqlarından da istifadə eləməyinə ehtiyac var və mütləqdir. Çünki bizim tək şifahi olaraq, düşüncə olaraq, analitik olaraq işlərimiz getmir. Düzdür, onlar böyük bir hissəsini təşkil eləsə də, ancaq gördüyümüz işlərin, yəni həm yazılı, həm bir hesablama məntiqi ilə baxdığımız halda müxtəlif texnologiyalarla işləyirik. Onların testin səmərəliliyini, dəqiqliyini artıran əsas vasitələrdir və onlarla tanış olmalıyıq.
müəyyən test metodologiyaları ilə bilmək lazımdır. İndi də danışdığım hissələrdə müəyyən kommunikasiyalar var, müəyyən bir əməkdaşlıq var, bir komandanın bir parçası olmaq hissəsi var. Amma test metodologiyaları testin öz mətbəxidir, öz prosedurları, belə deyim. Artıq bir növ sənə verilən işin necə icra edilməyi ilə bağlı olan bir hissə test metodologiyaları. Bu da bizim bizdən gözləntiləri doğru şəkildə yerinə yetirməkdən keçir. Fərz edin ki, sizdən gözlənti odur ki, bunu doğru şəkildə icra etmək, vaxtında icra etmək, bu kimi şeylər gözlənilirsə, siz artıq onun öhdəsindən layiqincə gələ bilmək üçün test metodologiyalarını müəyyən qədər bilmək lazımdır. Onları məhsulun hər tərəfli qiymətləndirilməsini təmin etmək üçün müxtəlif test yanaşmalarını öyrənməliyik. Bu yanaşmalar vasitəsilə biz artıq testi, nəyi test edəcəyimizi bildikdən sonra nə şəkildə test edib, nə şəkildə ərsəyə gətirəcəyimizi qərar veririk. Dediyim kimi, bu artıq testin öz mətbəxidir. Buna aid digər rollar çoxdur. Necə ki, siz developerın kodun nə şəkildə yazdığını, yəni hansı prosesdən, hansı şərtlər daxilində yazdığını, necə düşünüb, bunu koda tökdüyünü çox sizin də iştirak eləmirsiniz. Bu da sizin yəni test metodologiyaları vasitəsilə hansı testləri yazacağınız, hansı test case'ləri ərsəyə gətirib, onları icra edəcəyinizi bariz nümunəsi olacaq test metodologiyaları. Bunları etdikdən sonra, əgər siz həqiqətən də işinizi düzgün şəkildə icra edirsiniz və məsuliyyətinizin fərqindəsiniz, dediyimiz kriteriyalar əsasında testlərinizi aparmışsınız, keyfiyyət təmin olunur. Bunlar sizin portfoliyonuzda, portfelinizdə həmişə müsbət qiymətləndiriləcək və hər zaman sizdə müsbət aura yaradılacaq və işinizə hörmətinin bariz nümunəsi olaraq görünəcək. Bunları etdikdən sonra təcrübənizi, layihənizi, ixtisasını vurmayan bir portfel yaratmalısınız və bununla da IT bazarından bir fərdinə çevrilməlisiniz. Həqiqətən də bu iki nöqtə nəzərdən baxmaq lazımdır. Birincisi, bu bazarda nəyin nə olduğunu biləcəksiniz, gözləntiləri, ümumiyyətlə inkişafın hardan getdiyini, ümumiyyətlə bu dünyada yaşamaq üçün nə lazım olduğunu həmin bazarda bir fərdinə çevrilmədən bilmək mümkün deyil. İkincisi, ki, bu günləri plan development iş görməlidir və s. Bəs QA-də bu necə qeyd olunur və ya necə olunur? Yəni QA-də məsələn deyilir, plan modulu qutardı, bunu test edir. Yoxsa QA deyilir, girin bu testdə öz tasklarını özün yarat və ondan sonra PO artıq deadline uyğunlaşdırır. Bu prosesdə başqa sualınızı aydındır. Demək, belə bir şey deyim. QA də əslində developmentın bir parçasıdır. Yəni, tutaq ki, xüsusən agile metodologiyaları ilə idarə olunan proyektlərdə development team var. Yəni, orada artıq analitik olsun, developer olsun, QA olsun, fərqi yoxdur. Bunlar hamısı elə developer sayılır. Task məsələsinə gəldikdə isə taskın açılması prosesi müxtəlif ola bilir. Yəni, komandadan komandaya dəyişə bilən bir şeydir. Amma əsas olaraq necə olur? İlkin olaraq taskın boş olduğu halda, boş dediyim yəni nədir? Detallı olmasa belə, məsəl üçün, necə ki, developera task yaradılıbsa, QA üçün də bir task yaradılır, yəni çox minimal şəkildə, yəni minimal tekst vasitəsilə yaradılır. Sonra QA girib onun içini öz istədiyi kimi zənginləşdirə bilər, adını dəyişə bilər. Bunun öz öhdəliyində olması da elə bir qayda deyil. Bu, əcaib xüsusən komandaya yanaşması, bütöv komandaya yanaşması olduğu üçün o tip şeylərdə komandanın yanaşması çox önəmlidir. Amma rastlaşdığım, gördüyüm qədərilə, daha çox praktik elədiyim qədərilə olur ki, PO tərəfindən və ya analitik tərəfindən tasklar yaradılır. Tutaq ki, bir story açıldı.
atıram, login fonksiyonallığının bərpa olunması. Bununla bağlı həm analitik iş ola bilər, həm front-end developer'ın, həm back-end developer'ın, eyni zamanda QA-nin. Bunlara hər birine aid bir task açılır, amma detalını yəni zənginləşdirmə işlərini özləri edə bilər ki, taskı hansı şəkildə yazmaq, için necə doldurmaq lazım olduğunu özləri də edə bilərlər. Aydındır. Onda anladığım qədərilə belə olur ki, məsələn, birinci sprintdə biz login funksiyonlarını və s. elədik. Artıq ikinci sprintdə developerların işləyən başqa səhifələri keçən zaman QA-lər də onları bir test eləməlidirlər. Hansı birinci sprintdə onların taskları var ki, və login səhifəsini falan ümumi olaraq test eləməlidir. Və oradan yaradılan bug'larda o birisi sprintə, yəni ikinci sprintə daşınmalıdır ki, developerlar həmçinin artıq eləyəcəkləri, əlavə eləyəcəkləri modlarla bir yerdə o bug'ları da həll etməlidir. Belə deyim, biz əslində ola bilsin, səhv anlasam, düzəl şeylər. Sizin anladığım qədərini deyirsiniz ki, developer'ın bir sprintə işlədiyini digərində yoxlayır. Əslində yox. Biz bir sprint daxilində nəyi ki, develop edirsə, developer, onun həm də testini nəzərdə tuturuq. Yəni, sprint 1-in login fonksiyonallığı deyiriksə, bu həmin sprintdə taskı varsa, bu həm testi, həm də ki, developer'ı testi ilə bir yerdə nəzərdə tuturuq. Yəni, bir fonksiyonallığın hazır olması, onun test olunduğu halına bir yerdə nəzərdə tutulur. Okey, orada problemlər çıxa bilər, bug çox olsa tamamlanmaya bilər, növbəti sprintə keçə bilər. Amma keçdiyi halda o story şəklində keçir. Yəni, o fonksiyonallıq ümumiyyətlə keçir. Detallarından QA tamamlanmadan və yaxud da ki, onun daxilində defekt reportlar, taskları, sub-taskları açıq şəkildə digər sprintə keçmiş olacaqdır. Yox, keçməyib, həmin sprintə bağlaya bilirlərsə, o fonksiyonallıq tamamilə bağlanmış ola bilər. Bəs onda siz dediyiniz senaryoda məncə belə hallar verir. Məsələn, mən bu sprint üçün bir həftə vaxt təyin edirəm. 4 gün mənim developerum funksiyalarını tutardı, kişi ötürür QA-yə. Push eləyir və orada çıxır dev serverinə. Orada artıq QA-lər başlayır onu test etməyə. Qalan bu 3 gün axı developer yatır. Yəni, sırf o məsələyə görə deyirəm ki, və o məsələyə yatmır əslində. Necə yatmır? Çünki həmən bu sprint ərzində əvvəlcə sprintdən öncə planlamalar olur, groominglər olur. Sizin tasklara yükləri müəyyən olunub artıq. Məsələn, hansı sprint ərzində nə qədər yük götürülə bilər də, neçə pointik iş götürülə bilər. Bir developer bir işə hansısa bir pointi verdiyi zaman, o müəyyən edir ki, buna 4 pointikdir. QA nəzərindən də 3 pointikdirsə, bu 7 olmur. Zaten Fibonacci ədədlərinə yanaşanda 8 pointli bir iş götürülür. Amma başqa bir dənə də task var ki, ona da 8 pointli iş götürülübdür. Developer yəni onu buna təhvil verdiyi halda baxır ki, digəri ilə də məşğul ola bilər. Bu komandanın özü zamanla belə deyim, nizamladığı bir şeydir. Yəni belə sıfır riyazi hesabla gedəndə onu təyin etmək çətinləşir. Amma bunun üçün məsələn retrolar var. Tutaq ki, birinci sprintdə baxdıq ki, bunu düzgün şəkildə planlamamışıq, düzgün götürməmişik. 30 pointi götürməliydik, amma biz 40 götürdük, onu yandırdıq. Bu retrolar vasitəsilə nizamlanıb, gələn sprintlərdən bunları artıq avtomatik düzəltmə yoluna gedir. Aydındır. Ondan sonra ikinci sualım belədir ki, bazarda tələb olunan QA olmaq üçün hansı biliklər düşünülür? Sən benim bazardakı biznes analistlərdir, məsəl üçün. Alınan zaman istəyir ki, bir çox müdürlər və işə götürən insanlar bunun bir IT keçmişi də olsun ki, bir gün məsələn, hər hansı bir funksiyanlı danışacaqsa və s. Artıq onun texnologiyadan anlayışı olacaq deyə belə donub baxmasın da, stakeholder'ın və başqa bir şeydən. Bəs QA-da bu nədir? QA-yin sizə backend və frontdan da müəyyən bir səviyyədə başlanğıc müəllimliyin olmaq önəmlidir. Müəyyən qədər əlbəttə önəmlidir, çox böyük üstünlükdür. Çünki onda developer'dan eyni dili danışır. Artıq developer'ın harda səhv edə biləcəyini, nə şəkildə boşluq buraxa biləcəyini də düşünə bilir, qabaqcadan qarşıladı bilir. Və yaxud da ki, sabah bir problem çıxdığı anda onu nə şəkildə araşdıra biləcəyini də bilir.
Bu nöqteyi nəzərdə təbii ki, çox böyük bir üstünlükdür. Amma mütləq kimi başlamaq üçün o olmasa olmaz deyə bilmirəm. Onu desəm yalan olar. Çünki təbii ki, bizim bu sahəyə başlamaq üçün bayaq saydıqlarımı nəzərə alaraq tələbləri düzgün şəkildə anam. Baxın, mən görürəm, gördüyüm qədərilə, yəni texniki olaraq dediyiniz, o bayaq bir neçəsini saydım. Təbii ki, onların alternativi də var, onların üstünə qoya biləcəyi şeylər də var. Amma ilk növbədə keyfiyyətli iş ortaya qoya bilməsi üçün mütləq başa düşməlidir ki, ona verilən iş nə işdir. Yəni, işin düzgün başa düşüb, düzgün analiz edib, düzgün ortaya qoymaq, hansı keysləri yoxlayacağını onda o şəkildə qərar verəcək. O şəkildə onları eləyəndən sonra da problemlərin sayı azalmış olacaq. Ola bilər, texniki olaraq daha çox, məsələn, eyni developer səviyyədə bilmiş ola bilər, amma bu dediyim şeyləri nəzərə almasa, o problemlər qaçınılmaz. Təşəkkür edirəm. Bir də bir sualım var ki, baxın, limitli bir büdcəmiz var və ya startup etmək. Yəni, bu da məsələ ki, hər zaman komandanın məsələn müəyyən üzvləri olmaya bilir. Məsələn, mən bir startupa girişmişəm. Burada mənim var back-end'im, frontum və mobile development. Mənim QA ayrısı resursum hal-hazırda mövcud deyil. Amma mən ondan da narahatam ki, işlər bir yerdən sonra qarışa bilər və ya başqa bir şey olur. Ona görə də əsas sual bundan ibarətdir ki, QA bax belə mühitlərdə, ortamlarda hansı mərhələdə komandaya qoşulmalıdır ki, ən gecə işlər sonradan qarışmasın? Bayaq əslində bununla bağlı geniş danışdım. Mənim fikrimcə sizin dediyiniz son dərəcə təhlükəli bir cümlələrdir. Təbii ki, büdcə ilə bağlı anlaşılandır, başa düşüləndir. Siz düşünürsünüz ki, QA olmadığı halda belə biz hansısa məhsul ortaya qoyub, özümüz test edib buraxa bilər. QA-ya ayıracaq resursumuz yoxdur deyirsiniz. Bu da başa düşüləndir. Amma praktika onu göstərir ki, o qədər də keyfiyyətli olmaya bilər. Çünki oradakı əməkdaşlar, developer əməkdaşlardır. Developer əməkdaşların mindseti ilə mindseti eyni müstəvidə olmurlar. Developerlar adətən öz kodunun işləməsi, yəni success-ə fokuslanaraq öz işini görürlər. Çünki o success-ə alana qədər çoxlu sayda əngəllərlə qarşılaşırlar. 100 dəfə bəlkə yoxlayır, görür, alınmır. 101-cidə artıq onun işləməsi, onu bir xoşbəxtlik gətirdiyindən artıq digər keysləri yoxlanmaya bilər, çox dərindən düşünmə ehtiyacı görməyə bilər. Yəni, bu nöqteyi nəzərdən, məsələn, elə startuplarda da görmüşük ki, sizin dediyiniz startup layihə rəhbəri haqlı olaraq elə düşünür, yəni öz mövqeyindən. Buna QA cəlb edəndən sonra nə qədər vacib olduğunu onda görür. Ümumiyyətlə, bir şəxsin əhəmiyyəti onun yoxluğunda daha çox bilindiyi üçün o gələndən sonra baxır ki, həqiqətən də biz nə qədər böyük bir problemlərlə üzləşirmişik. Mən bu nöqteyi nəzərdən deyirəm ki, əgər büdcənizi hesablaya bilirsinizsə, mümkün qədər QA-yi bəri başdan sövq eləmək lazımdır. Yəni, nə qədər gec eləsəz, o qədər daha çox riski artırmış olur. Amma ən axırda da siz proyekti hazır edib, ən axırda da bir QA-yə verib eləyə bilərsiniz. Orada da problem yoxdur. Amma bunun ortaya çıxacaq problemləri, qüsurları aşkar edəndən sonra onları həll edəmək böyük bir vaxt ala bilər. Yəni, vaxtdan itirirsiniz, vaxt